Herkese salam. Bugün üniversitede 2 imtahanım var idi və bugün ərzində nələr etdim onları çəkdim, göstərirəm sizə. Birinci imtahanımı səhər saat 11-də idi. Ona gecikirdim deyə çəkə bilmədim. Sonra marketə gəldim imtahandan çıxandan sonra və digər imtahanıma qədər 4 saat vaxtım var idi. Ona görə gəldim biraz universitetin terasında kitab oxumağa. Burada biraz kitab oxuyuram. Hardasa yarım saat kitab oxuyandan sonra çıxıram, artıq yemək yeməyə gedirəm. Və burada tam universitetimizə yan bayan KFC var. Oraya gəlirəm, sifarişimi verirəm və gözləyirəm. Yenə burada da məndən başqa heç kim yox idi və artıq sifarişim gəlir, gedirəm, götürürəm və yeyirəm. Güya bugün fast food yeməyəcəkdim, amma yenə görürsünüz ki, yedim başqa bir şey. Universitetdə başqa bir şey tapmaq çox çətindir həqiqətən. Və burada dodaq boyamı yeniləyirəm. Bugün gloss çəkmədim. Həmişəkindən biraz fərqli, daha nude tonlarından istifadə elədim. Burada biraz özümü göstərirəm və geri qayıtdım Uniyə. Çünki hələ də yenə də vaxtım var idi. Sonra rəfiqəmlə görüşürəm, yeni kafe açılıb. Ora getdik. Yenə özümü göstərirəm. Və gəldik kafeyə. Burada sifarişlərimizi veririk. Hava isti olduğuna görə ice coffee təbii ki. Əvvəllər şəkərsiz kofe içə bilmirdim, amma son zamanlar çox sevməyə başladım. Kofilərimizi içib söhbət eləyəndən sonra çıxıram və digər imtahanıma doğru gedirəm. Başqa korpusdaydı bu, ona görə biraz avtobusla yol getməli oluram. Yenə özümü göstərirəm və çatdım universitetə. Burada lektor telefonları yığmamışdı deyə içərinə çəkə bilirəm və bitdi imtahanım. Kağızımı verib, vərəqimi verib çıxıram, qayıdıram evə. Burada gün çox qısaymış kimi görünür, amma bugün tamına 8 saat universitetdə olmuşam və çox yorucu bir gün idi və vlogun sonuna gəldik. Hələlik.